Salam hər kəsə. Bugün yeni mövzumuz həndəsənin əsas anlayışlarını izah edəcəm. Başlayaq. Həndəsənin əsas anlayışları. Həndəsənin əsas anlayışları. Əsas anlayışları. Görək nədir? Həndəsənin əsas anlayışları biz nəydən danışacağıq? Nöqtə, düz xətt, parça, şüa və bucaqdan. Başlayaq nöqtə. Nöqtə nədir? Bildiyimiz belə bir nöqtə. Nöqtə böyük hərflə işarə olunur. Yəni A nöqtəsi, S nöqtəsi, D nöqtəsi və s. Düz xətt. Düz xətt. Düz xətt nədir? Xüsusi bir tərifi yoxdur. Məsələn, mən bu düz xəttlə adlandırıramsa, ya bir kiçik hərflə, ya da iki böyük hərflə adlandıra bilərəm. Yəni düz xətt ya bir kiçik hərflə, ya da iki böyük hərflə yazılır, adlandırılır. İki böyük hərflə adlandırılır. Düz xəttin hansı xassələri var? Birinci başlayaq ki, düz xəttə aid olan və aid olmayan nöqtələri var. Məsələn, bir A düz xətti verilə bilər və nöqtələr. Mənə deyər ki, düz xəttə aid olan nöqtələr hansıdır? Düz xəttə aid olan nöqtələr. Düz xəttə aid olan nöqtələr hansıdır? Əgər nöqtə düz xəttin üzərindədirsə, yəni aiddir ona. A və B. Hansılar aid deyil? S və D nöqtələri düz xəttə aid deyil. Düz xəttə aid deyil. Başqa, bu birinci deyək buna, ikinci. İki nöqtədən yalnız bir düz xətt keçirmək olur. Bir düz xətt keçirmək olur. Məsələn, iki dənə nöqtə verib, mən ancaq buradan bir düz xətt keçirə bilərəm. AB düz xətdir. İkinci qaydası nədir düz xəttin? Daha doğrusu, üçüncü. Bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olur. Məsələn üçün A nöqtəsi verilib. Deyir, buradan düz xəttlər keçirək. Gəlin keçirək. Bax, sonsuz sayda düz xətt keçirmək olur. Deməli, bir nöqtədən sonsuz sayda düz xətt keçirmək olur. Dördüncü deyək ki, hər hansı bir düz xətt verilibsə və onun üzərində 3 dənə nöqtə varsa, deyir, bu nöqtələrdən biri, yalnız biri digər ikisinin arasında yerləşir. Bu çox sadə bir qaydadır. Yəni, B, A və S-nin arasında yerləşir. İndi isə keçək şüaya. Görək şüa nədir? Şüanın qaydasında deyir ki, başlanğıcı olub, sonu olmayan düz xəttə şüa deyilir. Şüa, məsələn, bir dənə O nöqtəsi var, bir xətt keçin. O nöqtəsi. Baxın, bir tərəfə uzatmaq olur. Onda deyirik ki, OA nədir? Şüadır. Əgər düz xətt üzərində n sayda nöqtə varsa, bu zaman 2n sayda şüa var. Məsələn üçün, bizə belə bir şəkil verər. Mənə sual verər ki, neçə şüa var? Nöqtələrin sayıram. 1, 2, 3. 3 dənə nöqtə var. 3-ü gətirib vuracam 2-yə. Bax, bu düstura görə. Onda olacaq nə? 6 şüa var. Keçək indi parçaya. Parça nədir?
parça. Hər iki tərəfdən məhdud, hər iki tərəfdən məhdud düz xəttə parça deyilir. Parça deyilir. Yəni parçanı heç bir iki tərəfdən uzatmaq olmur. Məsələn, A, B parçası. A, B parçası. Parçaya aid nəyimiz var? Məsələn, bir düz xətt verirlər. Əgər düz xətt üzərində n sayda nöqtə varsa, n vurulsun n çıx 1 bölünsün 2 sayda parça var. Məsələn üçün. 4 dənə nöqtə verilib. Deyir neçə parça var. Düstura görə 4'ü vuracam 4 çıx 1'ə, böləcəm 2'yə. Yəni 4'ü vuracam 3'ə, böləcəm 2'yə, deyəcəm 6 parça var. İndi keçək şüaya. Şüa nədir? Şüa mənə bax. Bucaq şüanı izah elədim axı. Bucaq nədir? Bucağın tərifində deyir ki, bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir. Gəlin çəkək. Bir nöqtədən çıxan iki şüa. Bu oldu A-dır, bu da B-dir. Hər zaman bucağı oxuyanda təpə nöqtəsi ortada oxunur. Buna deyə biləcəm bucaq A, O, B. Və ya deyərəm bucaq B, O, A. Təpə nöqtəsi mütləq ortada oxunur. İndi baxaq burada nələrimiz var. Bu hissə olacaq daxili oblast. Bu hissə olacaq xarici oblast. Və yenə belə bir düstur yazacağıq. N vurulsun. N çıxılsın 1 bölünsün 2. Burada da bu düstura deyəcəyik ki, əgər silək. Əgər n sayda şüa varsa, n vurulsun n minus 1 sayda bucağı var. Deməli, bu düstur həm parçaya, həm də bucağın yaranmasına aiddir. İndi keçək bucağın növlərinə. Görək hansı növləri var. Bucağın növləri. Birinci, iti bucaq. İti bucaq nədir? İti bucaq 90 dərəcədən kiçik olan bucaqlara deyilir. Bu şəkildə yazılır. A, O, B. Bu iti bucaqdır. Çünki 90 dərəcə necədir? Düz bucaqdır. 90 dərəcədən kiçikdir. İkinci, düz bucaq. Düz bucaq 90 dərəcədir. Yəni 90 dərəcəli bucağa deyilir. 90 dərəcəli bucağa düz bucaq deyilir. Yəni perpendikulyardır və düz bucağın işarəsi belə bir işarədir. Bu işarəni harda görsək, deməli o düz bucaq deməkdir. Üçüncü, kor bucaq. Kor bucaq nədir? Tutaq alfa kor bucaqdırsa, 180 dərəcədən kiçik, 90 dərəcədən böyük. Tərsəsinə yazdım. 90 dərəcədən böyük, 180 dərəcədən
90 dərəcədən böyük, 180 dərəcədən kiçik olan bucağa deyilir. Məsələn üçün, 179 dərəcəli bucaq. 179 dərəcəli bucaq olacaq kör bucaq. Bax, bu bizdə olacaq kör bucaq. Baxaq indi. Baxın, 90 dərəcədən böyük, 180 dərəcədən də kiçik. Açıq bucaq. Açıq bucaq. 180 dərəcəli bucağa deyilir. 180 dərəcəli bucağa deyilir. Düz xətt kimi düşünsək, məsələn, bunu oxusaq A, O, B işarəsi belədir. Yəni, bu açıq bucaqdır. Düz xəttdir, açıq bucaq. Bucaqları elə bilin ki, açıblar. 180 dərəcə. Sonra var tam bucaq. Tam bucaq 360 dərəcədir. 360 dərəcədir. Baxın, bir elə bilin ki, tam dövr vurur. Çevirə bax, ona görə 360 dərəcədir. 360 dərəcədir. Bucaqlarda nəyimiz olacaq? Tənbölən anlayışı. Tənbölən nədir? Bucağı yarıya bölür. Bucağı yarıya bölür. Yəni, tutaq ki, bu AOB bucağıdır. AOB bucağıdır. AOB bucağı tutaq ki, 60 dərəcədir. Əgər OC tənbölən olarsa, tutaram bir dənə OC tənbölən çəkərəm. Onda bu bucağa bərabərdir. Yəni, bucaq AOC bərabər olur bucaq COB-yə. Belə göstərək, baxın. Bucaq AOC oldu nə? 30 dərəcə. Bərabər olacaq bucaq COB-yə. Bu da olacaq 30 dərəcə. 30 dərəcə. Nə üçün? Tənbölən bucağı yarıya böldüyü üçün. Və tənböləndə belə bir qayda olacaq. Əgər bu hər hansı bir bucaqdırsa və bu tənböləndirsə, AOC, bu da olsun B. Tənbölən. Baxın, yəni bu işarə o deməkdir ki, AOC COB bucağına bərabərdir. Tənbölənin üzərindən götürmüş hər hansı bir nöqtədən. Bucağın tərəflərinə çəkilmiş perpendikulyarlar var. Məsələn, bu M olsun, bu N olsun. Bu da olsun K. Belə deyək, MN perpendikulyardır OA-ya, yəni hündürlük çəkirik. NK perpendikulyardır OB-yə. Onda alacağıq ki, MN bərabərdir NK-ya. Yəni, qeyd edin ki, bu sözü. Bucağın tənbölənindən tərəflərə çəkilmiş hündürlüklərin uzunluqları bir-birinə bərabərdir. Yəni, bura x-sə, burada x olacaq. Çünki burada bərabər düz bucaqlı üst bucaqları yaranacaq. Üst bucaq mövzusunda keçəcəyik. Başqa nə olacaq bizdə bucaqlara aid? Bucaqlara aid belə bir qaydamız olacaq ki, belə bir düsturumuz. K vurulsun K plus 3 bölünsün 2. Bu olacaq nə? Əgər düz xətt üzərində K sayda şua varsa, yəni şua çıxırsa, bir yarım müstəvidə 180 dərəcədən kiçik bucaqların sayıdır. Onu da yadınızda saxlayaq. Başqa, keçək qonşu bucaqlara. Qonşu bucaqlar nədir? Yazaq burada. Qonşu bucaqlar.
Qonşu bucaqların bir tərəfləri ortaqdır. Başa salacağım. Bir tərəfləri ortaqdır. Belə yadınızda saxlayın. Təsəvvür edin ki, bina evində qalırsınız və sizin divar qonşunuz var. Baxın, divar qonşusu, yəni yan-yanada qonşusunuz. Bax, burada bir alfa bucağı var. Bu bucağa da deyəcəm beta bucağı. Alfa və betanın, baxın, bir tərəfləri ortaqdır. Baxın, bu şua, tutaq buna AO desəm, AO ortaq tərəfdir. BAO ilə OAC bucağı var. AO, bax, AO ortaqdır, ortaq tərəflərdir. Ona görə bunlar qonşu bucaqlardır. Alfa və beta qonşu bucaqlar olacaq. Qonşu bucaqlar. Yəni çiyin-çiyinə dayanıblar. Və buradan alırıq ki, qonşu bucaqların cəmi 180 dərəcədir. Məsələn üçün, bura verilib 30. Məndən sual işarəsini soruşur. Sual işarəsini tapanda deyəcəm 180 çıxılsın 30 bərabərdir 150 dərəcə. Çünki qonşu bucaqlardır. Qonşu bucaqların cəmi 180 dərəcədir. Və eyni zamanda qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. Gəlin baxaq görək necə 90 dərəcə olur. Tutaq ki, bu A, O, B, bu da olsun C. Bir dənə COB-nin tən bölənini çəkəcəm. Bura. Bir dənə də AOC-nin tən bölənini çəkəcəm. Bura, bu da olsun bura. Tutaq ki, bucaq COB 60 dərəcədir. Onda AOC olacaq nə qədər? 120 dərəcə. COB 60 dərəcədirsə, onda bunlar tən bölən idi də OM deyək. Buna da nə deyək? OM bunu 2 ilə böləcək. Bura olacaq 30, burada olacaq 30. O birisi də 120-dirsə, bura olacaq 60, burada olacaq 60. Məndən nəyi deyir? Bax, bu hissəni soruşur. Tən bölənlər arasındakı bucaq. Onda tən bölənlər arasındakı bucaq nəyə bərabər olacaq? Tən bölənlər arasındakı bucaq 60, üstə gəlsin 30, 90. Bu da bunun isbatı. Yəni, qonşu bucaqların tən bölənləri arasındakı bucaq 90 dərəcədir. İndi keçək qarşılıqlı bucaqlara. Qarşılıqlı bucaqlar. İki düz xəttin kəsişməsindən alınan bucaqlar. İki düz xətt götürək. Bunları kəsişdirdik. Bu A düz xəttidir, məsələn, bu da B düz xəttidir. Burada hansı bucaqlar olunur? Alfa, X, Y, bu da olsun beta. Bax, nə demişdik? Bir tərəfi ortaq olan, yəni çiyin-çiyinə yanaşı duran bucaqlar necədir? Qonşu bucaqlar. Alfa və beta. Alfa və X. X və Y. Y və beta necə bucaqlardır? Qonşu bucaqlar. Bir də var. Bax, burun-buruna dayanıblar. Alfaya baxaq, bir də Y-ə baxaq. Burun-buruna dayanıblar. Onda alfa və Y, bir də X və beta qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Onda X bərabərdir betaya, alfa da bərabərdir Y-ə. Çünki nə dedik? Qarşılıqlı bucaqlar bir-birinə bərabərdir. Baxaq.
Mənə deyir ki, bu bucaqların dərəcə ölçüsünü tap. Bucaq 1 eyni zamanda hansı bucağa bərabər olacaq bu bucaq? Qarşısındakı bucağın. Onda bucaq 3-ə bərabərdir. Eyni zamanda 1 ilə 100 necə bucaqlardır? Qonşu bucaqlar. Deməli, bura 100-dürsə, bura olacaq 80 dərəcə. Deməli, 1 ilə 3 80 dərəcədir. Bucaq 2 isə bu 100 dərəcəli bucaqla qarşılıqlı bucaqlar olduğuna görə bucaq 2-də olacaq 100 dərəcə. Və deyir ki, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Tənbölənlər arasındakı bucaq 180 dərəcədir. Sonra baxaq bizdə nəyə? Perpendikulyar düz xəttlər nədir? Tutaq ki, iki dənə düz xətt bir-birinə perpendikulyardır. İki dənə düz xətt bir-birinə perpendikulyardır. Baxaq bura A deyək, bura O deyək, burada B deyək. A ilə B-ni birləşdirsəm, bu mənə verəcək mail. OB olacaq məndə perpendikulyar. Çünki 90 dərəcəli bucağı mənə gətirib. Perpendikulyar. AO isə olacaq proyeksiya. Həmişə proyeksiyanın kvadratı üstə gəlsin. Perpendikulyarın kvadratı bərabər olacaq mailin kvadratına. Gələcəkdə buna keçəcəyik. Üç bucaq mövzusunda Pifaqor teoremidir. Oradan alınır. Qısa bir məlumat verdim sadəcə. Sonra keçək paralel düz xəttlərə. Belə deyək. 2 paralel düz xəttin 3-cü ilə kəsişməsindən alınan bucaqlar. Baxaq. 2 paralel düz xətt götürək, kəsişdirək. A, B, 7, 8. İndi baxaq bunlara. Hansı bucaqlar var? Burada daxili çarpaz. Birinci daxili çarpaz. Daxili çarpaz bucaqlar hansılardır? Baxın, daxildə yerləşsin. Yəni x şəklində yerləşsin çarpaz. Onda bucaq 4 və bucaq 5, bir də bucaq 3 və bucaq 6 nədir? Daxili çarpaz bucaqlardır. Və daxili çarpaz bucaqlar bir-birinə bərabərdir. Bir-birinə bərabərdir. Yəni bucaq 3 bərabərdir bucaq 6-ya, bucaq 4 də bərabərdir bucaq 5-ə. İkinci olacaq xarici çarpaz. Xarici çarpaz bucaqlar bir-birinə bərabərdir. Bir-birinə bərabərdir. Baxın, xaricdə yerləşəcək. Yəni düz xəttlərin xaricində, amma çarpaz şəkildə yerləşəcək. Çarpaz, baxın. Bucaq 2 bərabərdir bucaq 7. Yəni bucaq 2 ilə bucaq 7 xarici çarpazdır. Bucaq 1 ilə də bucaq 8. Və eyni zamanda xarici çarpaz bucaqlar bir-birinə bərabərdir. Üçüncü olacaq məndə daxili bir tərəfli. Daxili bir tərəfli. Yəni daxildə yerləşəcək bir tərəf üstündə. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. 180 dərəcədir. Baxaq görək hansı daxili bir tərəfli bucaqlardır. Təzdən çəkin bu şəkli. Təzdən çəkək. 1, 2, 3, 4, 5, 6, 7, 8. Daxili bir tərəfli. Yəni 4 ilə 6, 3 ilə 5. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcədir. Bucaq 3 üstə gəlsin. Bucaq 5 180 dərəcə. Eyni zamanda
xarici bir tərəfli bucaqlarında, xarici bir tərəfli bucaqların da cəmi 180 dərəcədir. Bucaqların cəmi 180 dərəcədir. İndi baxaq. Hansılar xarici bir tərəfdir? Yəni xaricdə yerləşəcək, amma bir tərəf üstündə. Yəni 2, 8, 1, 7. Yazıram onda. Bucaq 2 üstə gəlsin, bucaq 8 bərabərdir 180 dərəcə. Bucaq 1 üstə gəlsin, bucaq 7 bərabərdir 180 dərəcə. Bir tək yadımızda saxlayaq ki, bir tərəfli sözü hansında varsa, onların cəmi 180 dərəcədir. Qalanları isə bir-birinə bərabərdir. 5-ci olacaq uyğun bucaqlar. Uyğun bucaqlar. Uyğun bucaqlar da bir-birinə bərabərdir. Uyğun bucaqlar bir-birinə bərabərdir. İndi baxaq görən hansılardır uyğun bucaqlar. Bir dənə aşağı, bir dənə yuxarı. Belə deyək buna. Baxaq. Məsələn, bucaq 1, bucaq 1, bucaq 5, bucaq 3, bucaq 7. İndi baxaq, yazaq. Bucaq 1, bucaq 1, bucaq 5. Bucaq 1 bərabərdir bucaq 5-ə. Burada şəklini çəkim, asan görməyə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Baxaq. Bucaq 1, bucaq 5 bir-birinə bərabərdir, çünki uyğun bucaqlardır. Bucaq 3, bucaq 7 yazıram. Bucaq 3 bərabərdir bucaq 7-yə. Nə üçün? Uyğun bucaqlardır. Sonra bucaq 2, bucaq 6 yazıram. Bucaq 2 bərabərdir bucaq 6-ya. Sonra olacaq bucaq 4, bucaq 8. Bucaq 4 bərabərdir bucaq 8-ə. Yəni bunlar da bir-birinə bərabərdir, çünki uyğun bucaqlardır. Uyğun bucaqlar haqqında bu qədər. Sonra keçək biz uyğun tərəfləri paralel olan və perpendikulyar olan bucaqlar haqqında. Deməli, burada diqqətli olaq. Deyir ki, uyğun tərəfləri paralel və ya perpendikulyar olan bucaqların, yəni hər ikisinə aiddir. Bucaqların cəmi ya 180 dərəcədir, ya da bu bucaqlar bir-birinə bərabərdir, ya da bu bucaqlar bir-birinə bərabərdir. İndi baxaq. Bura alfa, bura beta. Baxın, uyğun tərəfləri bir-birinə paraleldir. Bu da buna paraleldir. Onda alfa bərabərdir, olar betaya. Birdən bu şəkildə verər. Buna da paralel. Bu alfadır. Baxın, şəkildən görünür zaten. Biri kordur, biri açıqdır. Onda bu bucaqların itidir. Bu bucaqların cəmi 180 dərəcə olacaq. Yəni bu perpendikulyara da aiddir. Paralellərə də aiddir. Məsələlər həllində necə olacaq? Məsələn, mənə deyəcək ki, uyğun tərəfləri perpendikulyar işarəsi yazıram, dayı sözlə yazmıram. Perpendikulyar olan iki bucağın fərqi 60 dərəcədir. Bucaqları tap. İndi baxaq, iki bucağın fərqi 60 dərəcədirsə, deməli o bucaqlar bir-birinə bərabər deyil. Bərabər olsaydı fərqi 0 olardı. Bucağımın birini götürürəm alfa, birini götürürəm beta. Deyir, bucaqların fərqi 60-dır. Yazıram alfa çıxılsın, beta bərabərdir 60. Bir-birinə bərabər deyilsə, deməli bunların cəmi 180 dərəcədir. Sistemi alsam, tərəf-tərəfə toplasam, qalır 2 alfa bərabərdir 240-a. Alfa da bərabərdir 120.
Deməli, bir bucağım 120-dirsə, alfa 120-dirsə, bettanı tapanda 180-dən 120-ni çıxacam, qalacaq 60 dərəcə. Və ya əgər mənə desə ki, iki bucağın cəmi 200 dərəcədir. Bu bucaqları tap. İki bucağın cəmi. Demişdik, uyğun tərəfdə, yəni uyğun tərəfləri, tutaq paralel olan iki bucağın cəmi 200 dərəcədir. Bu bucaqları tap. Biz demişdik, uyğun tərəfləri paraleldirsə, bunların cəmi ya 180 dərəcədir, ya da bu bucaqlar bir-birinə bərabərdir. Cəmi 200-dürsə, 180 deyil. Onda deməli, bu bucaqlar bir-birinə bərabərdir. Yəni, 200-ü böləcəm 2-yə, olacaq 100. Deməli, bucaqlarımız 100 dərəcədir. Bundan başqa bəzi parça məsələlərinə baxaq. Tutaq, belə bir parça verilib bizə. A, B, C, D. Mənə deyir ki, A, B bölünsün B, C bölünsün C, D bərabərdir 2 bölünsün 3 bölünsün 4. Və AD bərabərdir 81 olarsa, santimetr olarsa, BC-ni tap. Nə edəcəm? Birinə deyəcəm 2K, birinə deyəcəm 3K, birinə deyəcəm 4K. Cəmi nə qədərdir? 81. 2K üstə gəlsin 3K, üstə gəlsin 4K bərabərdir 81-ə. 9K bərabərdir 81, K da bərabərdir 9-a. İndi məndən hansını soruşur? BC. BC-yə nə demişdik? Buradan da yaza bilərik. 2K, 3K, 4K. BC nədir? 3K. Onda yazaram BC bərabərdir 9 vurulsun 3, yəni 27 santimetr. Keçək saatın dəqiqə və saat əqrəbləri arasındakı bucaq. Yazaq. Saatın dəqiqə və saat əqrəbləri arasındakı bucaq. Belə bir düstur. Alfa bərabərdir 11D çıxılsın 60S bölünsün 2. Buna deyəcəklər saatın dəqiqə və saat əqrəbləri arasındakı bucaq. Məsələn üçün, mənə deyəcək ki, saat 11:30-da dəqiqə ilə saat əqrəbinin arasındakı bucağı tap. Yazacağım alfa bərabərdir. Məxrəcimdə 2 yuxarıdan modul. 11 vurulsun. Dəqiqəni göstərən nədir? 30. 30 çıxılsın 60 vurulsun. Saatı göstərən nədir? 11. Bərabərdir. Buradan elə 11-i çıxarsam mötərizə xaricinə. Qalacaq onda 30 çıxılsın 60. Yəni olacaq nə? Modulda 11 vurulsun. Mənfi 30 bölünsün 2. Moduldan da həmişə nə çıxır? Müsbət. Moduldan da çıxır müsbət. Yəni 11 vurulsun 30 bölünsün 2. Bu qaldı 15. 15-i də 15-ə vuranda verəcək 165 dərəcə. Əgər aldığım cavab, əgər dərəcə, yəni alfa 180 dərəcədən böyük olarsa, 360-dan alfanı çıxacam. Yəni necə? Tutaq ki, həll eləmişəm. Alfa almışam 270. Tez 360-dan çıxacam 270-i. Deyəcəm 90 dərəcə. Bundan əlavə saatın saniyə əqrəbi
saniyə əqrəbi 1 saniyədə 6 dərəcə dönür. Elə dəqiqə əqrəbi də 1 dəqiqədə 6 dərəcə dönür. Yəni dəqiqə əqrəbidə 1 dəqiqədə 6 dərəcə dönür. İkinci, 1 saat ərzində 1 saat ərzində saat əqrəbi 30 dərəcə dəqiqə əqrəbi, yəni 1 saatda dəqiqə əqrəbi 360 dərəcə dönür. Sonra 1 sutkada saat əqrəbi ilə dəqiqə əqrəbi 44 dəfə düzbucaq saat əqrəbi ilə dəqiqə əqrəbi 44 dəfə düzbucaq əmələ gətirir və 23 dəfə üst-üstə düşür. İndi baxaq dəqiqələrə. Bu olacaq dərəcənin işarəsi. 1 dərəcə 60 dəqiqədir. Bir xətt dəqiqəni bildirir. 2 üstündə xətt isə saniyəni. Onda 1 dəqiqə olur 60 saniyə. Eyni zamanda 180 dərəcəni 179 dərəcə 59 dəqiqə 60 saniyə kimi yaza bilərəm. Buna da bir misal göstərək. Məsələn, belə deyək ki, 57 dərəcə 43 dəqiqə 26 saniyəyə qonşu olan bucağı tap. Qonşu bucaqların cəmi nədir? 180 dərəcə. 180 dərəcəni yazacağım. 179 dərəcə 59 dəqiqə 60 saniyədən çıxacam. 57 dərəcə 43 dəqiqə 26 saniyə. 10-dan 6 4, 5-dən 2 3, 34 saniyə. Bax 34 saniyə. 16 dəqiqə 122 dərəcə. Cavabım olacaq bu. Hər kəsə uğurlar. İnşallah ki, həndəsənin əsas anlayışı, izahı sizin üçün faydalı olmuşdur. Hələlik.